dostlar, bugünkü dərsimizin adı mənim xəyali qəhrəmanımdır. Hər birimizin xəyalında xüsusi bir qəhrəman ola bilər. Bu qəhrəman güclü, cəsur, xeyirxah, mehriban, ağıllı, köməksevər, zərif və gözəl ola bilər. Gəlin bir yerdə öz qəhrəmanlarımızı xəyal edək. Onların hansı xüsusiyyətlərə sahib olduğunu düşünək. İndi isə ən maraqlı hissə öz xəyali qəhrəmanımızı hazırlayaq. Bunun üçün bizə lazım olacaq plastilin, rəngli kağız, flomasterlər, rəngli qələmlər, qayçı, müxtəlif markerlər. İlk olaraq qəhrəmanımızın necə görünəcəyini təsvir edək. Onun başını, bədənini, qollarını və ayaqlarını təsəvvür edib eskiz çəkək. Budur, eskizimiz hazırdır. İndi isə istədiyimiz materiallardan istifadə edərək qəhrəmanımızı hazırlayaq. Mən plastilindən istifadə edəcəm. Siz istədiyiniz materiallardan hazırlaya bilərsiniz. Qəhrəmanımızın geyimini hazırlayaq. Bunun üçün rəngli kağızlardan, parçalardan, parça qırıntılarından, xüsusi bəzək əşyalarından istifadə edə bilərik. Seçdiyimiz rənglərlə qəhrəmanımızın xarakterini göstərə bilər. Məsələn, qırmızı cəsarəti, mavi sakitliyi, yaşıl isə gücü ifadə edə bilər. Budur, mənim xəyali qəhrəmanım hazırdır. Bəs sizinki necə? Mənim qəhrəmanım gülərüzdür. Onun narıncı saçları və bənövşəyi rəngli geyimi var. Narıncı rəng onun pozitiv, enerjili olduğunu, bənövşəyi rəng isə onun zərif olduğunu göstərir. Bu qəhrəmandan biz növbəti dərsimizdə də istifadə edəcəyik. Hələlik, növbəti dərsimizdə görüşərik.